Salam, hər vaxtınız xeyir. 4-cü qrup qəbul suallarına davam edəcəyik. Salam Talih müəllim, necəsiz? Deməli, 4-cü qrupda aldehid və ketonlardan qəbula düşmüş suallardır. Salam, salam. Bunlarla davam edir uşaqlar. Qəbul qabağıdır. Birinci sual. Birinci sualda bizə nə deyir? Hansı reaksiyadan alınan maddənin 1 molu 22,4 litr həcm tutur? Yəni, hansı maddələrin 1 molu 22,4 litr həcm tutur? Qazların. Deməli, burada biz elə bir reaksiyanı, elə bir alınan maddəni seçəcəyik ki, orada alınan maddə qaz olsun. A variantından alınır sirkə turşusu. Bu mayedir, olmayacaq. Təşəkkürlər Talih müəllim, Allah razı olsun, minnətdaram. B variantında burada aktiv kömürlə asetlenin trimerləşməsidir. Buradan da alınır C6H6, yəni benzol. Bu da mayedir. Yəni 2,4 litr həcm tutmayacaq. C variantından nədir? Burada propenin hidratlaşmasından Kucherov reaksiyasıdır. Buradan biz bilirik ki, aseton alınacaq. Yəni olmayacaq. Bu da aseton da mayedir. D variantından alınacaq qarışqa aldehidi. Qarışqa aldehidi mis və su. Qarışqa aldehidi bilirik ki, qazdır. Ona görə cavabımız olacaq D variantı uşaqlar. Y variantından da C2H5OH alınır. Metanoldur. Bu da mayedir. Bu da bizim cavabımızda olmayacaq uşaqlar. Gəldik ikinci suala. İkinci sualda bizə nə deyir? Bu sualı mən belə deyək də spirtlər bölməsində də demişdim mən. Spirtlərdə də baxmışdıq bu suala. Əgər mis 2 oksidlə oksidləşməsindən keton alınırsa, bu spirtdir və spirtlərdən hansı spirtdir? İkili spirtdir bu, ikili. Və ikili spirt olan, məsələn bu birli spirtdir, A variantı olmayacaq. Bu B ola bilər. Bu C'də də bu göz, OH-ın birləşdiyi karbon, 2 karbon ikilidir. Bu keton alınıbsa spirt olmalıydı. Bu turşudur. Bu da birli spirtdə olmayacaq. Cavab ya B-dir, ya C, ikisi də çünki propanol 2-dir. Gəldi ikincisi də duz alınıb. Metal oksidlərinin nə reaksiyasından duz alınır? Turşu ilə. Elə cavabımız burada B variantı çıxacaq. Aldehid alınırsa birli spirt olur. Cavabımız B variantı. Gəldik növbəti üçüncü suala. Hansı mərhələdə karbonun oksidləşmə dərəcəsi dəyişmir deyir. Normalda gəlin birinciyə bax. Bax burada hidrogen müsbət 1, müsbət 1 oksigen mənfi 2, bura düşəcək 0. Metanola baxaq. OH ayrıca mənfi 1, hidrogen müsbət 1, müsbət 3, mənfi 1. Burada müsbət 2, karbon mənfi 2-dir. Burada dəyişəcək, 1 getdi. Gəldim ikinciyə. Doymuş bir atomlu birli spirtlərin aldehid burada da yenə dəyişəcək uşaqlar. Çünki bu maddənin bunun tərsiddə müsbət 1-dən 0-a gələcək. Burada yenə 0-dan bu karbon, məsələn OH mənfi 1, hidrogen, oksigen mənfi 2, mənfi 3-dür, müsbət 1. Burada müsbət 2 düşəcək. Burada da oksigen mənfi 2. Burada bir dənə maraqlı bir şey oldu. Burada cavab qarışdı biraz. Bir dəqiqə. Söhbət karbondan gedir. Mən oksigeni qatdım bura. Buradan maddə alınır. Qarışqa turşusunun metil efiri. Ümumiyyətcə, efirləşmə reaksiya, oksidaşmə reduksiya reaksiyası deyil. Burada heç biri bu karbon ya da bu karbon oksidaşmə dərəcəsini dəyişməyib. Cavab olacaq yalnız 4A variantı. Kimsə yazıbsa düz yazıb.
Davam edirik növbəti sualla. Dördüncüdə bizə nə soruşur? Bəli, üstündə belə qara quralar da var. Buradan həll edəcəyik məsələni. Baxın, alkan homoloji sırada yeri 6-dır. Alkanların ümumi formulu nə idi uşaqlar? CnH2n üstəgəl 2. Düzmü? N isə 6-dırsa, çünki alkanlarda n böyük bərabərdir 1-dəndir. Çünki 6-dırsa 6-cı nümayəndədir. Deməli, söhbət gedir C6H14-dən. Mr də 14-ün üstəgəl 2-dirsə, n-i yerinə 6 qoyanda 86 edir. Burada 86. Burada nisbi molekul AA deyirsə, bu da 86-dır. Doymuş alifatik keton verib bizə. Ketonlarda homosiyada yeri. Baxın, ketonların ümumi formulu buradan yazacağım. CnH2nO'dur. Bunların emeri də 14-ün üstəgəl 16-dır. Bərabərdir 86. Buradan da n də bərabərdir 70-i 14-ə böləcəm 5. Deməli, burada karbon sayı 5-dir ketonda. Ketonların ilk nümayəndəsi propanondur, yəni asetondur. İlk nümayəndəsində karbon sayı ketonlarda olacaq 3 ədəd. Yəni 2 çıxacaq. Yəni 5 karbonu varsa bu 3-cü nümayəndə olur. Çünki 1-ci nümayəndədə karbon sayı ketonlarda 3-dür. 5, məsələn 4 karbon olan 2-ci nümayəndədir. 5 karbon olan 3-cü nümayəndə. Cavabımız 3-dür. İndi burada nə deyir bizə? Keton molekulunda deyir. Artıq mən tapdım bu 3 ədəd metil qrupu var deyir. Gəlin bunu bir yerdən yazaq. 5 karbonumuz var və 3 ədəd metilimiz varsa, bunu CH3, burada bir dənə CH3 yazmalıyam. Çünki 3 metil bura karbonil qrupu. Burada bir dənə CH3 yazsam, 1, 2, 3, 4, 5 karbonumuzu da ödəyir. 3 dənə də nəyimiz var burada? Metil qrupumuz var uşaqlar. Deməli, bunun da səmərəli üsullu adı metil izopropil ketondur. Bu karbonildir. Metil izopropil keton. Bir düzdür. Səmərəli üsulla digər bir adı səhv olacaq. Molekulunda 2 ədəd metilin qrupu var. Metilin qrupu CH2 deməkdir. Yəni burada CH2 görmürəm mən. Ona görə bu yoxdur. Molekulunda bir asimetrik karbonu var. Bu da yoxdur. Asimetrik fərqli sp3 vəziyyətində və 4 dənə fərqli qrup birləşsin. Burada sp3 vəziyyətin, məsələn, bunun 2 dənə CH2 var. Bunun 3 dənə hidrogeni eyni olmamalıdır. Ona görə bu da olmayacaq. N4 deyil, yəni X-ımız 3'dür. Cavab olacaq 1,6 D variantı. Beşinci sualla devam edirik. Beşinci sualda bizə nə deyir? Beşinci sualda mis-2 oksidlə oksidləşmə məhsulu karbon qazıdır deyir. Baxın, mis-2 oksidlə oksidləşən aldehid qrupu olan maddələrdir. Yəni, bu maddənin tərkibində aldehid qrupu olacaq. Bu aldehid qrupu aldehidlərdə var. Sonra turşulardan qarışqa turşusunda var. Formiat turşusunda var. Bir də karbohidratlarda aldozalar var. Bir də onlarda var. Təbii ki, burada cavablarda aldehid qrupu olan yoxdur və aldehid də yoxdur burada. Deməli, bu qarışqa turşusu və ya onun duzlarından biri olacaq. Karbon qazı alınırsa, qarışqa turşusunun özüdür. Çünki qarışqa turşusunun mis-2 oksidlə oksidləşməsindən karbon turşu alınır da karbonat turşusu. Qarışqa turşusunun oksidləşməsindən karbonat turşusu alınır. Turşudan turşu alınır. Duzdan, məsələn, hidro olmadı, üzr istəyirəm. Natrium formiatdır, kalium formiat. Onun duzlarından isə duzdan duz alınır, natrium hidrokarbonat alınır. Karbon qazı alınırsa bu qarışqa turşusudur, turş duzu alınırsa bu onun duzudur. Cavabımız D variantı. Gəldik 6-cı suala. 6-cı sualda bizə nə deyir uşaqlar? 6-cı sualda burada ikili spirt verib. Mis-2 oksidlə oksidləşəndə buradan alınacaq keton, yəni aseton alınacaq. Reaksiyası üzvü maddə molekulunda azalan nədir deyir? Sigma rabitələrin sayı.
Yəni sigma rabitələrin sayı yəqin ki, üzvü maddə üçün azalacaq. Niyə azalacaq? Çünki burada ən azından hidrogen sayı azalır, pi rabitə artıb. Və yaxud da sigma rabitə sayını tapanda ümumi atom sayından 1 çıxıb da tapa bilərik. Yəni burada ümumi atom sayını sayıb 1 çıxıram, ümumi sigma. Atom sayını 1 çıxıram, azalacaq. Karbon atom sayı dəyişməyəcək. 3 karbon, 3 karbon. İkinci karbon atının oksidaşma dərəcəsi. Gəlin baxaq. İkinci karbon bizdə budur. Karbon, hidrogen müsbət 1, OH mənfi 1. Bura 0 düşəcək, neytrallaşır. Burada mənfi 2, 0 olması üçün müsbət 2. Kənarları nəzərə almırıq. Burada karbon oksidaşma dərəcəsi nə edəcək? 60 olacaq, azalmayacaq. Karbon atomların sp3 hibrid orbitalların sayı azalacaq. Çünki burada karbon 3'ü də sp3'dür. Burada baxın pi əmələ gəldiyinə görə 1 sp2'ye keçir. Ona görə sp3'lər azalacaq. Birinci karbonat oksidaşma dərəcəsi CH3, CH3 heç bir dəyişiklik yoxdur. Hidrogen atom sayı da azalacaq. Buradakı 2 dənə burada yoxdur. Cavab olacaq 1, 4, 6. 1, 4, 6 cavabımız Y variantı uşaqlar. Gəldik 7-ci sualdan davam edirik. 7-ci sualda bizə nə deyir? Baxaq. Alkan, doymuş aldehid və doymuş keton verib nisbi molekul kütlələri eynidir deyir. Molekulunda karbon atomlarının sayı. Bizə deyir ki, ketonun reduksiya məhsulu butanol 2'dir. Yəni butanol XY Z-i tap. Butanol olacaq. Söhbət Y-ın Y deyil əslində. Butanol 2, CH3, bura OH yazsam, CH2, CH3'dür. Butanol 2 budur. Bunun oksidləşməsindən, baxın, burada hidrogen G-dir də, belə deyək də, belə bir karbonil qrupu yazırıq. Burada 2 dənə hidrogenini çıxarırıq burada. Bu maddəymiş Y-ımız və bunun da 1, 2, 3, 4 karbonu var və ketonlarda da C-in, H2'in O'dur ümumi formulu. Buradan da 14'ün üstə gəl 16'dır. Buradan enimiz burada 4 olduğuna görə 56'nın üstünə, məsələn 4, 56 üstə gəl 16. Bu da neçə eləyəcək? 72 mi eləyir? Bəli, 72 eləyir. 72'dir. A'mız 72'dir. Karbon atomlarının sayı təbii ki burada 1, 2, 3, 4'dür. Ketonda 4'dür. Uşaqlar 4'dür. Z də 4. Ketonda 4'dür. Əslində bu Z'dir. Aldehiddə də 4'dür. Çünki aldehidlərlə ketonlar sinifli arası izomerdirlər. Emerləri eynidir. Gəldim alkana. Alkanda 72 tapmışam anı. 14'ün üstə gəl 2 də alkanlarda bərabər 72, n də bərabərdir 5. Yəni karbon sayı 5'dir. Bura 5 yazacağım. Burada da ümumi bunların cəmini soruşur. 8 üstünə 5 gələndə yəqin ki cavabımız 13 eləyəcək. Gəldik 8-ci suala. 8-ci sualda nə deyir bizə? Baxaq. 8'də bizə nə deyir? 8'də doymuş bir atomlu spirtdir. Molekulunda karbon atom sayı 4'dür. Mis 2 oksidlə oksidləşməsinin analoji sırada 2'dir. Baxın, karbon sayı, spirtlərin oksidləşməsindən aldehid alına bilər, keton alına bilər. Birli spirtlərdən aldehid alınır, ikili spirtlərdən keton alınır uşaqlar. Deməli, burada əgər nümayəndə fərqlidirsə, nümayəndə fərqli, məsələn 4'dür karbon sayı, nümayəndə 2'dirsə, avtomatik bu ketondur. Çünki aldehidlərdə karbon sayıdır, nümayəndə nədirsə karbon sayıda odur. Deməli, burada keton alınıbsa, doymuş spirtimiz bizim ikili spirtdir uşaqlar. Doymuş spirtimiz nədir? İkili spirtdir. Gəlin indi baxaq buna. Yəni, X-ımız hansı maddə? Birli spirt ola bilməyəcək. İzobutil də birlidir. Bu da olmayacaq. Butanol 2 ola bilər. 4 karbonu, 4 karbon və ikili spirtli keton alınacaq. İzopropil spirtində 3 karbon var. Məndə 4 olsun deyir. İkili butil spirti elə butanol 2'dir. Bu da olacaq.
Bu da birli spirtdir. Buradan aldehid alınır. Yəni cavabımız olacaq burada 3 ilə 5. Butanol 2 necə yazılırdı? CH3, CH2, CH, burada OH, burada da CH3. Həm də bu ikili butil spirtidir. Yəni belə sualınız varsa rəylərdə yaza bilərsiniz. Yəni başa düşülməsə, başa sala bilmədimsə təkrar yenə də yəni izah eləyə bilərəm. Rəylərdə yaza bilərsiniz. Yəni məsələn bunu sualı başa düşmədim və yaxud da müəllim səhv izah elədiniz ola bilər. Səhv eləyə bilərəm təbii ki. Yazın, aktiv olun biraz rəylərdə. Belə. Davam edirik 9-cu sualla. 9-da bizə nə deyir? Baxın, etanolun mis-2 oksidlə oksidləşməsindən asetaldehid alınacaq uşaqlar. Baxın, burada da aldehiddir bu. Aldehidin gümüş güzgü reaksiyasından bu X-imizdir əslində. Y-ımız da asetat turşusudur uşaqlar. Gümüş güzgü aldehidlərin oksidləşməsindən. Yox uşaqlar, çətin olmayacaq. Elə bir şey yoxdur. Demin müəyyən, yəni bildiyimiz bir standartı var. O standarta uyğun sual olacaq. İndi bir-iki dənə əlavə nəsə sual bilmirəm. Yəni inanmıram. Yəni normal imtahan olacaq. Məsələn, 2-3 dənə imtahan oldu, bir problem tarixdə idi. Yəni başqa o birlər normal, hamısı standartımız var müəyyən, elə olacaq. Yəni orta məktəbdə nə varsa odur. Vəssalam. Bu sualı yekunlaşdıraq. Buradan X və Y maddələr üçün ümumi olan nədir deyir? Molekulunda oksigen, hidrogen sayları eyni deyil. Niyə? Düzdür, CH3'lər eynidir. Baxın, aldehid qrupunda burada H var. Əlavə karbon, hidrogen var. Amma karbonil qrupu, karboksil qrupunda burada OH var. Bu hidrogen karbona yox, oksigenə birləşib. Eyni deyil. Karbon, hidrogen də eyni deyil. Molekulunda pi rabitə sayı eynidir. Hərəsində bir dənə pi var. Homoloji sıranın ümumi formulu eyni deyil. Biri turşudur, biri aldehid. Nisbi molekul kütlədə eyni deyil. Cavab burada C variantı. Kim deyir onu? Kim görür bu sualları? Yəni valla haranı TikTok açırsan hamı proqnoz verir. YouTube açırsan canlıda hamı proqnoz verir. Hamı keçmişdən danışır. Hamı olub ekstrasens. Bir var təhsil ekspertləri, bir də var təhsil ekstrasensləri. Yəni ümumiyyətcə ekstrasenslərdən uzaq olun. Yəni boş şeylərdə, elə şeylərə inanmayın, dərsinizi oxuyun. Gedin, mövzularınızı oxuyun. Yəni çətin düşəcək, asan düşəcək. Bunları dərd eləməyinə dəyməz. Çətin hər kəsə çətin olacaq. Asan hər kəsə asan olacaq. Yəni tarix çətin oldu deyə bizdə də nəsə bizim qruplar 1 və 4-də də nəsə çətin olacaq deyə bir şey yoxdur. Yəni onu heç kim bilmir. Yəni o sual hazırlayan bilsə bilər. Yəni o da belə deyim də, yəni fövqəladə güclərin olmalıdır ki, sənin qeyri-adi gedəsən ora. Boş verin, inanmayın, baxmayın. Ümumiyyətcə, yəni mən indi sualı qoyub başqa bir şey danışırıq. Yəni uşaqlar, əgər qabağınıza video çıxdısa, bu çətin olacaq. Bu ixtisasın balı aşağı, biri yuxarı. Ay qardaş, boş söhbətləri də olar. Yəni inanmayın elə şeylərə. Yəni ehtimal eləyə bilər kimsə, amma ümumi olaraq bu şeyləri düşünməmək lazımdır uşaqlar. Yəni belədir vəziyyət. Yəni narahat olmayın, hər şey yaxşı olacaq. Siz gedin dərsinizi oxuyun. Qalan şeyin boş verin. Yəni. Hələ bir ağılda hələ bir şey danışır. İnanmayın, yəni çətin olacaq, belə olacaq, elə olacaq. Nə evzə lazımdır sizin? Gedin dərsinizi oxuyun, sual işləyin, test işləyin. Yəni harda məsələn test baxdın, onu işləməyə salın. Hansı OTK-dan? 20 sınaqdan mı? Yəni qəbullar
OTK neysən ki, Dimin test bankından düşürdü aşağı yuxarı. Yəni Dimin test bankı nədir? Qəbullarda odur yəni. Aşağı yuxarı idi, bir balaca fərqi ola bilər. Məsələn, mən keçənki qəbul suallarını qoyarıq qabağımıza. İstəyirsiniz dərsdən sonra eləyək. Mən bir-bir aşağı yuxarı hamısını deyəm mən, amma əksəriyyətini test bankından çıxarıb göstərim sizə. Hər vaxtınız xeyir, şükür, yaxşıyam. Siz necəsiz? Yəni, hamısı test bankında olan suallardır. İnandım, keçən ilki situasiya sualı var idi 4-cü qruplarda. O situasiya sualı test bankında demək olar ki, 100% olmasa həmin suala 90% bənzəri eyni situasiya var idi. Sadəcə keçən qəbulda bunu şəkillə verilmişdilər, orada mətn kimi verilmişdi. Bu qədər bəsit yəni. Ona görə də o məsələləri qoyuq qırağa, hardan düşəcək, necə düşəcək, orta məktəbdən düşəcək uşaqlar, məlumat olaraq. Təşəkkür, Allah razı olsun. Keçirik dərs izahlarına. Bizə bugün bu lazımdır. Qulaq asmayın ekstrasenslərə. Təhsil ekstrasenslərinə qulaq asmayın. Dərsinizə baxın. Baxın, harada, hansı YouTube kanalında kim nə izah edir, hansı sizin üçün xoşdur, hansını yaxşı başa düşürsünüz və ya YouTube-u qoyaq bir qırağa oturun, test işləyin, dərs oxuyun, kitab oxuyun, belə. Qalan şeyin başını buraxın. Keçid balı belə olacaq, filan balıq qalxacaq, bu balıq düşəcək. Ya qardaş, bunu heç kim bilmir də, yəni hələ heç kim imtahan verməyib. İmtahan necə olacaq bilinmir. Bax, indi 3-cü qruplarda tarix çətin oldu, ballarda fərq eləyəcək. İndi gəlin baxın keçid ballarına. Yəni imtahan olsun, nəticə çıxsın, statistika çıxsın, ondan sonra kimsə nəsə deyə bilər. Məsələn, mən deyə bilərəm, statistika çıxandan sonra, keçid ballar necə ola bilər? İmtahan olmayıb, statistika yox ortada, nəticə yox ortada. Başını buraxın şeyləri. Mən də əsəbləşdirməyin. Əsəbləşirəm danışanda da. Belə. Keçdik 10-cu suala. Bizə bu lazımdır. Başını buraxın. İşləyin. 20 sınağı da işləyin. Nə var işləyin qabağınıza çıxdı. Deməli, X, Y və Z birləşmələrindən X-in natriumla reaksiyasından alkan əməli. Natriumla reaksiyasından nədən alkan alırdıq? Biz alkanların monoallogenli törəmələrindən və ya alkil allogenitlərdən getdik. Bunu tapdım mən. Würz reaksiyası. Y-in natriumla reaksiyasından hidrogen alınır. Yəni, burada bu demək istəyir ki, natrium hidrogeni çıxartdı. Bu spirt ola bilər və ya karbon turşuları ola bilər. Bizdə cavablarda spirt var. Z birləşmə reaksiyasına daxil olmur. Spirtlər ola bilər, doymuş spirtlər ola bilər və ya burada qəşəng alkan var burada. Bizə baxa durur burada. Seçirəm C variantı. Gəldik 11-ci suala. Buna uyğun bir şey bayaq izah elədik biz. Homoloji sırada yer soruşur. Uşaqlar baxın. Siniflər üzrə homoloji sırada yerlə karbon sayı fərqli olur. Alkanlarda eynidir. Aldehidlərdə eynidir. Yəni karbon sayı nədirsə nümayəndədir. Amma ketonda elə deyil. Çünki ketonlarda uşaqlar, ketonlarda nümayəndə karbon sayı 3 olan birinci nümayəndədir. Ona görə baxmaq lazım məsələyə. Diqqətli olmaq lazımdır. Burada mən bildiyim alkanın 7 verib və alkanlarda 14-ün üstə gəl 2-dir. 14-ü zəhmət olmasa 7-yə vuraq. 70 o da 28 eləmi? 98 mi eləyir? 98. Buradan da biz nəyi tapmalıyıq? Bir dəqiqə, düz mü hesabladım mən? 14-dən 14-ünü bir dənə zəhmət olmasa 7-yə vurun. Riyaziyyatım zəifdir mənim. 98 üstünə 2 gəlində eləyir 100. Buradan n neçə eləyəcək? 14 n bərabərdir. 98 n də bərabərdir. 7 eləyəcək burada. Eləmi? Bəli. 2-ni çıxdım. Mən nə tapırdım burada? Heç 98 A-nı tapırdım. A 98-dir. Deməli, nə edəcəyik biz burada? Bir dəqiqə bunu bir dənə. 100 olur. Təşəkkür. Siz də hesablayın, yazın orada.
Bəli, A 100 oldu. Mən də tapdım. Hə 100 oldu A. Boy, yavru oldu. 100. A'mız 100'dür. Bu da 100'dür. Mesela ketonlarla aldehidlerin ikisi de 100'dürsə, bunların karbon sayıları eynidir. Yani bunların da sinifler arası izomerdir. CnH2NO ümumi formulları. Buradan da 14'in üstəgəl 16 bərabərdir 100. Buradan eni tapmaq lazımdır. 100'den 16 çıxanda yəqin ki 84 edəcək. 10 n deyir 6. Bunlarda hərəsində 6 karbon var. Hə, ketonlarda 3 çıxıram. Çünki 3 üzr istəyirəm, 2 çıxıram. Deməli, Y-ımız 4'dür. Yəni 6 olsa da 4-cü nümayəndə. Bunlarda isə elə 6'dır. Cəmi soruşur. 6'nın üstünə 4 gəndə yəqin ki 10 eləyəcək. Cavabımız burada 10. Belə. Daha mı? 12-ci məsələ. 12'də nə deyir bizə? 12'də deyir ki, bəyənmə azdır, bəyənmə azdır. Videoda bəyənmə azdır. Bəyənsəz yaxşı olar. Unutulan varsa. Ketonların ilk nümayə. Biz eni tapanda, məsələn, biz burada hər ikisində eni tapdıq. Sildim burada. 6 tapdım burada eni. Amma ketonlarda uşaqlar, ketonlarda karbon sayı 6'dan ama onlarda nümayəndə 6 olmur. Çünki onlarda ilk nümayəndə karbon sayı 3'dür. Karbon sayı 3'dür deyə fərqlidir. Karbon sayı orada ilk nümayəndə karbon sayı 3'dür uşaqlar. Ona görə. Ona görə mən 2 dənə az, yəni 4-cü nümayəndə götürdüm mən onu. Yəni buradan Y-ımız 4 oldu uşaqlar. Sonra devam edirik biz 12 ilə. Bu da maraqlı sual. Baxın, gümüş bir oksidin amonyakta məhlulu ilə reaksiyasından 0,2 mol gümüş ayrılıb deyir uşaqlar. İndi buradakı məsələ nədir? Mən bilirəm ki, ketonlar gümüş güzgü reaksiyasına daxil olmurlar. Gümüş güzgü reaksiyasına daxil olan aldehid. Etanol. Buradan yazım. Etanolun COH. Gümüş peroksidindən reaksiyası. Buradan alın CH3 COH. Karbon turşusu 2 mol da gümüş. Deməli uşaqlar, burada mol sayıları da eynidir deyil. Ümumi kütlədə 102'dir. Mən bunun kütləsini tapacağım. 2 mola bunun emerini bizə verib 44. Baxın burada verib. Bizə alınan 0,2'yə olacaq X, bu deyil 4,4. Deməli burada 10 normalda molu da A'mız da avtomatik 0,1'dir. Çünki 4,4 0,1 olmuş olur. E, 0,1 oldu. Bu da 0,1'dir. 10,2'dən mən 4,4 çıxanda eləyəcək 5,8. Yəni 5,8 və molda 0,1 moldur. 0,1'i 5,8 isə 1'i olacaq 58. Və bizə deyir ki, ketonda neçə karbon atomu var deyir. 14 n üstəgəl 16'da ketonların ümumi formuludur uşaqlar. Burada ne deyir? 58, 58, 42, n deyir 3. Cavabımız 3C variantı. Növbəti sualla davam edirik. Növbəti sualda biz hansıdır? 13-cü sualdır. Hansı spirti mis-2 oksidlə oksidləşməsindən aldehid almaq olar? Aldehid alınır birli spirtlərdən. Söhbət burada birli spirtdən. Bu birli deyil, ikilidir. Bu ikilidir. 2 metil butanol 2, hətta bu üçlüdür. Bu da üçlüdür. Birli spirt. Cavabımız D variantı. Yəni birli spirtdən belə deyək də aldehid alınır. Geçtik. 14-cü suala. Nə deyir bizə 14-cü sualda?
Praktik çıxım 50% olarsa 2 mol sirkə aldehidinin oksidləşməsində neçə qram sirkə turşusu alınar deyir. 2 mol sirkə aldehid. Birin biri alınır uşaqlar. Burada məsələn sirkə aldehidini yazsam CH3CHO oksidləşmə buradan alınır CH3COOH. Yəni 2 mol sirkə olsa neçə qram sirkə turşusu alınır? Normalda 1 mola burada mR 60 verib. 2 mola da avtomatik eləyəcək. X bu da eləyir 120. Amma bizə 50% çıxımla dediyinə görə 120-nin də 50%, yəni cavabımız olacaq 60. Yəni 2 qat rabitə 1-də olanda olur. Məsələn, buten 1. 2-də olanda olur buten 2. Fərqi budur. Belə deyək. Bayaq sual verirdiniz, qəbul necə düşəcək? Bu qəbul suallarıdır. Yəni, ümumi qəbulda düşən aldehid və ketonların suallarıdır. Mən hər gün bunları izah eləməyə çalışıram. Tək-tək yığmışam bunları, mövzu. Baxın, nə tipdə düşür. Və hətta təkrar olunur bu suallar. Bəziləri görürsünüz təkrar formasında. Demək olar təkrar düşüb. Ona görə. 15. Burada istiqamət üzrə birinci karbon atomunun oksidləşmə dərəcəsi necə dəyişir? Gəlin baxaq. Burada birinci karbon bu məsələdir. Bu CH2'dir. Burada birinci karbon CHO'dur. Burada birinci karbon karboksildir. Burada OH-a ayrıca baxacağım. Mənfi 1'dir. Burada hidrogen müsbət 1'dir. Bu da mənfi 1 olmalıdır ki, sıfırlaşsın bu buranı. Oksigen mənfi 2'dir uşaqlar. Hidrogen müsbət 1'dir. Bura müsbət 1 lazımdır, sıfırlaşsın. Hidrogen müsbət 1, oksigenlərin hərəsi mənfi 2, mənfi 4 yazacağım. Bu da müsbət 1'dir. Buradan mənfi, bu da müsbət 3. Avtomatik nə eləmiş olur? Artmış olur. Birinci karbon atomunun oksidləşmə dərəcəsi artmış olur. Davam edirik 16. sualla. Molekulu bir izopropil və bir fenil radikalı. Fenil radikalı benzol əlqəsi var idi, bilirik, düzmü? İzopropil də budur. Yəni bunun da adı kumol olacaq yəqin ki. Kumolun da katalitik oksidləşməsindən fenol aseton aldı. Doğru deyil deyir. Bunu götürməyəcəm. Benzolun homologudur. Bunu da götür. Polimerləşir, səhvdir. Yəni cavabımız bu olacaq bizim. Yalnız 3Y var. Yəni çünki burada polimerləşmə yoxdur. Davam edirik 17-ci sualla. X mis 2 oksidlə oksidləşib Y alınıb. Təzədən hidrogenləşib X. Deməli, bu X-imiz aldehiddir. Desəm yalan olar. Spirtdir. Y-imiz aldehiddir. Aldehidin hidrogenləşməsindən, yəni reduksiyasından yenidən spirt alınır. Yəni buradakı məsələmiz budur bizim uşaqlar. Burada nə edəcəyik biz? Deməli, X-imiz nə olacaq? Dedik, spirt ola. Butanol 2. Belə deyim də, aldehid və ya əslində keton da ola bilər. Əslində elədir. Çünki ikili spirtlərdə keton yenidən spirt, aldehid, keton. Məsələn, butanol 2. X-imiz əgər 1-dirsə, buradan alınacaq keton butanol 2. Yəni 1-4. Məsələmiz budur. 1-4. 1-4. Belə deyək. Əgər bu birləşmə 2 metil propanol 1 olsa X-imiz, X-imiz 3'dür. Propanol 1 spirt gələcək aldehidə. Yəni 3, 2 cavab A variantı. İnşallah başa düşülür. Gəldik 18-ci suala. Nə deyir bizə 18-ci sualda?
Maddə doymuş aldehiddir. Molekulunda sigma açıq 1-dir. Hidrogenləşməsində H2 gəlir. 2 vahid artacaq uşaqlar. A çıxılsın 1 üstə 2 gələndə A üstə gəl 1 olacaq. Cavab A variantı. Aldehiddə yenə A üstə gəl 2-dir. Hidrogenləşəndə üstə gəl 2 yazırsan. Bu da eləyəcək A. Cavabımız B variantı. 20-ci sual. Hansı maddə aldehiddir deyir. Hansı maddə aldehiddir? A variantı. Aldehid uşaqlar. Gəldik. 21 bayaq izah elədim mən. Natrium alkan əmələ gəlirsə alkil allogeniddir. Natrium reaksiyasında hidrogen alınırsa bu spirtdir. Başqa nə ola bilər? Z spirtdir uşaqlar. Bu da alkandır. Birləşmə reaksiyasında daxil olmur. Cavabımız D variantı. 22-ci sual da maraqlı sualdır. Gəlin 22-ci suala da baxaq. 22-ci sualda nə deyir uşaqlar? 34,4 qram aldehidin oksidləşməsindən aldehid RCOH-dır. Oksidləşəndə nə alınır deyirik? Spirt alınır. RCOOH uşaqlar. 34,4 aldehiddən 40,8 qram turşu alınır. Normalda 14-ün üstəgəl 16 aldehiddir. 14-ün üstəgəl 32 spirt turşudur. Nə qədər fərqimiz var? Plus 32 fərqimiz var. Məndən nə soruşur? Turşu bir asimetrik karbonu vardı və turşunun beynəlxalq turşunu soruşur. Gəl belə deyək də. 14-ün üstəgəl 32 birə rahat olsun. Turşu almaq üçün fərqimiz 32 olmalıdır. Bizdə nə qədər fərq var? 40,8-dən 34,4-ü çıxaq. 4. Elə mi olur? Bu da 6,4 mi eləyir? 6,4 fərqə də 40,8 uşaqlar. Buradan vergülləri açsam, bu 2-yə geçsə, 2 ilə bunu 14-ün üstəgəl 32 bərabərdir. 408-i 2-yə bölək. 204. 14-ün bərabər 204-dən gəlin çıxaq 32-ni. Elə mi? Neçə eləyəcək? 70. 204-dən çıxaq 32-ni. 172. Sonra da bölək 14-ə. Nəyi səhv yazdım çıxmadı burada cavab. 408, 34 onda 4. 6,4. Nəyi səhv yazdıq burada biz? Burada nə səhv elədik biz? 334,4. 64. Burada səhv eləmişik də. Siz də demirsiniz. Səhv harda var? Yox, burada səhv eləmişəm. İnşallah davam eləyər uşaqlar. Çalışacağam, davam eləyim. Əlimdən gələn qədər kömək eləməyə çalışacağım. Burada mən nəyi səhv yazmışam? Fərq 32 deyil uşaqlar. Fərq 16-dır. Yəni 16, 32. Bu 4 eləyir. Bu 102 eləyir. 102. Buradan da 14 n bərabərdir. 102-dən 70, n də bərabərdir 5. Deməli, bizim götürdüyümüz turşunun, bunu pozaq buradan yazaq, 5 karbonu var. 5 karbonu var bu turşunun. Və bir dənəsi də asimetrikdir. Məsələn, bax, asimetrik karbon necə olur? Gəlin baxaq. Bir karbona bir hidrogen yazıram. Bir dənə karboksil yazıram. Bir dənə metil yazacağım.
Bir dənə də yəqin ki, etil yazsam 5-ə tamamlanır və bu karbon da olur asimetrik. 1, 2, 3, 4, 5 bu da asimetrik. Bunu da beynəlxalq üsulla adlandırılır, eləmi? Bəli, uzun zıncır. Bu zıncırı da numaralama aparacağım. Yəni 1, 2, 3, 4, 2 metil butan turşusu. 2 metil butan turşusu A variantı. Bir dəqiqə paylaşıram. Yox, olmadı. Deməli, biz harada qalım? 22-də qalmışdıq. Bu səhifəni təzədən açacağım. Nəsə tanımadı. Bir dəqiqə. Bu nəsə aça bilmədi. Narahat olmayın, rahat olacaq. Ürəyinizi sıxmayın. Bu nəsə aça bilmədim bunu. Bir dəqiqə. Gəldi mi ekran? Gəlmədi deyəsən. Bir dənə də yoxlayım. Bəli, eləyirəm birinci qrup suallarını. Nəsə paylaşa bilmədim. Nə oldu bilmirəm bunu. Gəldim uşaqlar. Davam edirik. Açdım. İnşallah düzəldi. Bir dənə baxın.
Davam edirik. Biz 22-ni izah elədik deyəsən, keçirik 23-ə. Aldehidlər üçün hansı ifadə doğrudur deyir. Aldehidlər. Bəli, yenə getdik aldehidlərinə. Aldehidlərdə baxaq. Hamısı normal şəraitdə maidi səhvdir. Niyə? Çünki ilk nümayəndəsi olan qarışqa aldehidi qazdır. Yəni A getdi. Mis 2 oksidlə göy rəngli məhlul bu çox atomlu spirtlərə aiddir. Mis 2 hidroksidlə sarı rəngli mis 1 oksidə qədər oksidləşir var. Bu hidrogenlə reduksiyasından bəli, aldehidlər birli spirtlər alınır. Ümumi formu CNH2 O'dur. O2 deyil. Molekulunda yalnız sigma yox, pi də var. Yəni cavab onsuz da C variantıdır burada. Amma sigma deyil. Gəldik 24-cü suala. 24-də nə deyir uşaqlar? Bir dəqiqə. Deməli, aldehidlər üçün doğru deyil deyir. Həm oksidləşdirici, həm reduksiyacı xassədir. Bəli. Orada karbon, belə deyək də, məsələn, HC, OH. Tutaq ki, burada karbona baxsaq, 0-dır. Bu -4 də ola bilər, müsbət 4 də. Yəni, azala da bilər, ola bilər. Molekulunda pi rabitə var. Bəli, burada düzdür, doğru olmayanı soruşur. Mis 2 oksidləşməsində müvafiq karbon turşusu, o da düzdür, aldehid qrupuna görə. Bizə nə deyir? Hidrogenlə reduksiyasından birli spirtlər. Bu da düzdür. Nə oldu? Səhv olmadı mı? Nəysə. İkili spirtlər mis 2 oksid oksidləşməsindən əmələ gəlir. Yox, birli spirtlərdən əmələ gəlir. Gəldi 25-ci sual. 25-də nə deyir? Bizə baxın, mis 1 sulfidlə reaksiyasından sulfat turşusu əmələ gəlib. Sonra burada belə bir şey var da, biz bilirik ki, mis 2 oksidlə mis 1 sulfidlə mis 1 oksidin reaksiyasından alınır mis. Pirometallurgiya üsulu, misin alınması. Gəldik burada sulfat, qat sulfatdan mis 2 sulfat, natrium hidroksidlə kuprum OH2 alınır. Suda. Bundan da aldehidlə reaksiyasından X-ımız yenə aldehidlərdə mis 1 oksidə qədər reduksiya olunur mis. Bu formada deməli elə X-i soruşur bizdən, cavab mis 1 oksid. Gəldi 26-cı sual. 26-cı sualda nə deyir bizə? Aldehid verib, aldehidin gümüş oksidlə oksidləşməsindən, aldehidlərin oksidləşməsindən alınır turşu, yəni asetat turşusu. Asetat turşusunun nitrat turşusuna reaksiyasını verib. Bu da maraqlıdır, amma belə görürəm ki, burada asetat götürməyəcəm. Burada sərbəst gümüş çıxır, onu götürəcəm. Düzdür, asetat turşusu da alınır. Metal gümüş də alınır. Gümüş bir nitrat çıxdığına görə qatıda NO2 qazıdır. NO2 ilə natrium, yəni Y-ımız NO2-dir. NO2 ilə salam say. NO2-nin natrium karbonatla reaksiyasından burada natrium nitrat gübrəsinin alınma reaksiyasıdır. Zetimiz olacaq natrium nitrit. Yəni cavabımız B variantı uşaqlar. Gəldi 27-yə, sonuncu sualdır. Burada nə deyir bizə? Eyni sayda karbon atomu olan aldehid və ketonlar üçün hansı ifadə ümumi deyil deyir. Baxın. Ümumi formulları eynidir. Bəli, ümumidir. Çünki sinflər arası izomerdirlər. Gümüş güzgü reaksiyası eyni deyil. Çünki ketonlarda gümüş güzgü reaksiyası yoxdur. İkili spirtlərin oksidləşməsindən alınırlar. Xeyr, ikili spirtlərdən keton alınır. Yəni, bu da ümumi deyil. Aldehidlər birlilərdən alınır. Hidrogenlə reduksiya olunduqda eyni maddə alınır. Bu da səhvdir. Eyni maddə alınmır. İkililərdən keton alınır. Birlilərdən siz deyin. Aldehid. Cavab oldu 2, 3 və 4 uşaqlar. Belə.
Yəni qəbulda düşən suallar, aldehid və ketonlar. Burada miq və sertifikasiya imtahanı üçün də bunlar keçərlidir. 4-cü qrup səviyyəsindədir uşaqlar. Ona görə baxmaq lazımdır. İndi gələn dərsdə inşallah karbon turşularıdır və s. izah eləyərik onları. Çalışarıq. Bir də 4-cü qrup keçən ilin qəbuluna istəyirsiniz baxaq. Rahatdır. Bilən üçün rahatdır. Yəni keçən il qəbuluna bir dənə burada mən keçən ilin qəbulu yoxdur. Təşəkkür edirəm. Keçən ilin qəbulu burada yox idi. Mən bunu əvvəl yığmışam. Keçən ildən əvvəl yığmışam. Burada keçən ilin qəbulu yoxdur uşaqlar. İstəyirsiniz keçən qəbuluna da baxaq, görək bu mövzu ilə bağlı bizə nələr düşüb, ona baxaq. Qoy mən keçən qəbulunu burada paylaşım, görək nə var, nə yoxdur. Buyurun uşaqlar, bu keçən ilin qəbuludur. Keçən ilin qəbulu belədir. Təşəkkür edirəm xoş sözlərin üçün. Xoş sözləriniz üçün. Hər kəsə sağ olun. Baxın, buradan gəlin görün aldehidlə bağlı nə sual var burada. Gəlin baxaq, bu keçən ilin qəbuludur. Sizə çətin gələn burada nə var? Başdan başlayaq. Biologiya heç. Baxın, normal qatılıqla bağlı sualdır. Elə bir ciddi bir sual deyil, yəni çətin. Əsas yarım 3D yarım səviyyəsində 2 elektron var. Tam həyəcanlanma. Elə bir çətin sual deyil. Gəldik bura. Bu bildiyimiz qeyri-üzvü ilə bağlı sualdır. Burada PKO5-in alınması. Mənə gəlir bu da çətin deyil. 4-cü qrup qəbuldur keçənki. Alkinlə bağlı karbon normalda n-1 olmalıdır. Mənə n verib. Deməli yeni n üstəgəl 1 var. Orada da eyni qayda tapırıq. Bax, spirtlə bağlı keçənki sual. 1-li, 2-li və 3-lü spirtlərin sayını göstərin deyir. Məncə çətin deyil. Yəni bax, bu 1-li spirtdir. İşarə qoyacağım 1. Eləmi? Burada 1-li spirtdir. Bu da karbon 1-lidir. Bu 1, 2, 3 karbon 3'lü spirtdir. Bir dəqiqə bunu zaretkaya qoyum. Sonra gəlib burada bu karbon ikilidir. İkili spirtdir. Bu karbon ikili karbonlu, ikili spirtdir. Bu da ikili spirt. 1, 2, 3 dənə ikili var. Üçlü bir dənə tapdıq biz. Nələmi? Burada da birlidə 2 dənədir. Cavabımız yəqin ki C variantı olacaq. Belə yəni alkadenlə bağlı baxın sualımız var. Alkenlə bağlı hibridləşməmiş mürəkkəb efir var. Çətin sual deyil. Burada amin turşu var. Burada dipeptid məsələsi var. Burada həmin mis-1 oksid, mis-1 sulfidin oksidləşməsi ilə. Mənə gəlir elə burada bir ciddi bir sual yoxdur. Yəni çox çətinlik çəkəcəyiniz. Spirt fenolla bağlı burada bir dənə orada sayıdır və salam. Yəni burada elə bir konkret, çətin bir şey yoxdur. İstəyirsiniz burada hər hansı bir sual
xoşunuza gəlmədisə izah eləyək uşaqlar. Burada var məsələn qıcqırma reaksiyası, spirt, etanol, SH5OH. Mürəkkəb efir CnH2O2-dir. Doymuş bir əsaslı karbon turşuları ilə siniflər arası izomerdir mürəkkəb efirdir. Belə. Burada gördünüz, qəbulu çox çətin deyil uşaqlar. Bu stasiyadır. Əslində bu stasiyanın tam olmasa da bir 99% buna yaxın sual var. Yəni test bankı ikinci hissənin son stasiyaları. Sadə efirlər doymuş bir əsaslı nə? Doymuş bir atomlu spirtlərlə siniflər arası izomerdirlər. Sen, H2-in üstəgəl 2O-dur ümumi formulu. Sadə efirlər. Bilmirəm, yəni konkret bir şey deyənmərəm, amma yenə təkrar edirəm. DİM test toplusundakı stasiya suallarını işləyin. Xüsusilə də ikinci hissədəkiləri. Birinci hissədəkilər asandır. İkinci hissədəkiləri mütləq işləyin uşaqlar. Orada belə maraqlı stasiyalar var. Belə. Başqa sual olan varmı? Bir də bir şey deyim. İkinci cəhd üçün bizdə onlayn hazırlıqlar başlayıb. Sınaqlı, belə deyək də, bu formada. Qoşulmaq istəyənlər kanaldakı nömrə ilə əlaqə saxlaya bilərlər. Məsləhət olsa. Amma çalışacağım yenə də ikinci cəhdə də hardasa bir 15 gün qalmış. Yenə belə canlılara açmağa çalışacağım. İnşallah problem olmaz. Mən hal-hazırda Qaxdayam, Qax rayonunda. Gələn ildən inşallah Bakıda olacaq. Xırdalandı Masazır, bir də